görüşmüşük ve bu tədbirin ilkin ideyası Arifə xanımdan gəldi. Sonra biz ana müəllimlə danışdıq. Ana müəllim o dəqiqə razılıq verdi və bu gün yəqin ki, bəlkə çərçəv axşamına görə gəlib çıxmadı. Amma mən özüm şahidəm ki, ana müəllim bütün söhbətlər düşərkən həmişə Səbəyin yaradıcılığı haqqında xoş sözlər deyil. Hətta biz keçən il Sabirabadda ana müəllimlə görüş keçirilirdi. Orada onun haqqında da danışdı və sonra da özü təklif elədi, yerli rayon icra hakimiyyətinin rəhbərliyin təşkil elədilər. Biz Sabirabadda Səbəyinin məzarına baş çəkdik, onun ruhunu yad elədik, dua oxuduq, rəhmət elədik. Səbəyin xanım gənc yaşlarından Azərbaycan Uldu jurnalında şeirləri çap olunubdur. Ondan başqa hekayələri, esiləri dərc olunub. Onun şeirləri, məsələn, Azərbaycan bayrağına həsr olunan şeirlər içərisində bayrağın şeiri xüsusi fərqliyindən seçilir. Onun şairlər haqqında, şair əzab haqqında, insan duyguları haqqında çox gözəl şeirləri var. Bu gün də burada, bu gözəl gündə Səbəyin xanımın 70 yaşını qeyd eləməklə birəmən Yaşlılar Birliyi tərəfindən bir vəfa borcudur. Həm də siz gəlmişsiniz, toplaşmışsınız, minnətdarlığımı bildirirəm. Bugünkü bizim tədbirimizdə indi qələm dostları yaxın, Səbəyin xanımı yaxından tanıyanlar çıxış eləyəcək. Tədbirimizi də biz xahiş elədik. Hörmətli bizim tənqidçi, bizim Bədii Tərcümə Mərkəzinin sədri Əsəd Cahangir Abbasi. Buyurun Əsəd, söz verəməsiniz. Çünki Səbəyin xanım aramızda yoxdur. Və mənə elə gəlir ki, təkcə mənə yox, çoxlarından Səbəyin xanımın dünyasının dəyişməsi, belə erkən yaşda çox kərəli bir hadisə oldu. Çünki o həm istedadı ilə ədəbiyyatımızda ana müəllim dediyi kimi, müasir poeziyamızda görkəmli isimlərdən biriyle, həm öz xarakteri ilə, insanlığı ilə hamının hörmətlə qazanmışdır. Şəxsən mənim Səbəyin xanıma çox böyük hörmətim var idi. Çünki dəfələrlə mənə demişdilər ki, özünün olmadığını verir, söz düşənləri, məsələn, mənim haqqımı salınmışdır, müdafiə edilmişdir. Halbuki onun əlindən heç bir macarı yox idi, heç bir pisəcəyi yox idi. Sözü gəlib bunu mənə deməmişdir, tamamıyla başqaları demişdir ki, söz düşdüyünü Səbəyin xanım. Bu təkcə mənə yox, mənə elə gəlir ki, özüm barədə belə danışmaq biraz yaxşı deyil, mənim timsalımda haqqım müdafiə edilmişdir. Təkcə özə mən bilirəm ki, mənim yox, harada haqq söz var idisə, harada doğru fikir var idisə, özünə ziyan olmuş olsa ömrünə, Səbəyin xanımın onun müdafiəsindən geriyə ayaq qoymamışdır. Mən amma hesab etmirəm ki, onun poeziyasını qadın poeziyası ilə, adı ilə məhdudlaşdırmaq olar. Çünki o poeziyanın elə bir həddindəydi ki, istedadın elə bir dərəcəsindəydi ki, sadəcə belə deyək də, mətbəxdən, qadın problemlərindən, duyğularından yazmaq məhdudiyyətindən kənara çıxmışdı. Onun poeziyasının əsas xüsusiyyətlərindən biri həyata fəlsəfi münasibəti idi. İndi mən vaxtaşırı Səbəyin xanımın yaradıcılığı barədə öz fikirlərini sizinlə bölüşəcəm. Amma bunu qeyd edeyim ki, o sadəcə şairdir və həm də nasir idi. Bir neçə şeir, nəsr kitabının müəllifi idi, romanlar yazmışdı. Çox müasir həyatla nəfəs alan, müasir insan beyni, müasir texnologiya üsulunda yazılmış belə romanlar demək olardı ona. Və yəqin ki, bizim çox hörmətli fotoğrafçan yoldaşlar, tənqidçilərimiz, gələn dostları, Səbəyin xanımın yaradıcılığı barədə söhbətlərində, təfərrüatları, öz çıxışlarını əks etdirəcəklər. İndi isə mən böyük məmnuniyyətlə sözlüyü, müasir Azərbaycan ədəbi tənqidinin tanınmış isimlərindən biri olan Səbəyin haqqında məqalələr müəllifi olan, məsələn, ən çox yazmış Səbəyin haqqında tənqidçi deyəlim ki, çox hörmətli Vahid İstiyordur. Buyurun. Deyəlim ki, çox hörmətli Vahid İstiyordur. Buyurun.
Şahin'i ben deməli 90-cı illərdə tanıyıram. Azərbaycan jurnalında ilk şeirlər çox önemliyim. Yardımdadır ki, redaksiya müavini İsmail Sadı dedi ki, axır ki, bura əsl şair gəlir. Yaxşı şeirlər yazan bir şair gəlir. Onun hakkında ilk yazını ben yazmışım. 1997 yılında Ali Səmir'in böyle gerçekten başlayacak kurdu. Çok. Edebiyat şünasam, Azerbaycan şünasam, Karabağ aktivistiyim. 2014'ten sonra şairem, 30 yıl öğretmenlik, Milli Eğitim Şube Müdürlüğü, Milli Eğitim Müdürlüğü, en sonunda Almanya'nın Stuttgart şehrindeki Türkiye Cumhuriyeti Başkonsolosluğu'nda 5 yıl idari koordinatör, Milli Eğitim Koordinatör olarak işledim. Şu anda İstanbul'da yaşıyorum. İstanbul'da yaşarken de vatanımıza değil, ortak vatanımıza, ben vatanımıza demiyorum, ortak vatanımıza teşrif eden öğrencilerimizin üniversitelere kabullerinde, kayıt kabul işlerinde oturum için müracaat eden hanımefendilere, beyefendilere yardım eden Türkiye Cumhuriyeti'nde kanunla kurulan Türkiye-Azerbaycan Dostluk Derneği'nin ikinci başkanı olarak hizmet görürken aynı zamanda Türkiye-Azerbaycan Dernekleri Federasyonu'nun basın ve yayından sorumlu başkan, genel başkan yardımcılığını yürüttüm 6 yıl. Şimdi biraz yaşlandık tabii. Bazen o yaşlılığın verdiği şeyle bir şeyler yazıyoruz, ediyoruz ama gördüğümüz idari işleri gençlere bırakarak onların almasını sağladık. Biz biraz daha geride duruyoruz. Ben ilk Tahsil Nazırımız Feridun Celilov Bey'in Türkiye'ye gönderdiği ilk öğrencileri de okullara götürüp yerleştirenlerden birisiyim. O arada Vurgun Bey qədər sınadı, amma əyə bilmədi, sındıra bilmədi. O alma yanaqlı, o dik duruşlu xanımdan heç nə qalmamışdı. Evində, xəstəxanadakı görüşlərimizdə sarsılmışdım. Amma əzminə, inatkarlığına da mat qalmışdı. Bir bahar günündə gəlmişdim dünyaya. Ad gününü təbrik edəndə deyirdim, şairlər baharda gəlirlər dünyaya. O baharda dünya dağ kimi bir insan qazandı. Bu payız dağ kimi bir insan və şairi itirdi. Çox hörmətli Arifə xanım, bu sözlər sizin kitaba daxil edilmiş məqalənizdəndir. Mən sizin bütün fikirlərinizlə razıyam, amma bircə fikrinizlə razı deyiləm ki, biz onu cismən itirmişik, amma bu toplantımız bir daha göstərir ki, biz onu mənlə və ruhən itirməmişik. Mən böyük məmnuniyyətlə sizi seviyorum. Bu yakınlarda sürpriz olsun diye açtığımda bir antoloji için Sebe'nin şiirleri toplamalıydı. Bunun 148 sayfasını açtım. Baştan ayrı kadar hamsını okudum. Ne kadar şiiri var, paylaşımlar var. Yani bir onda sergilendi. Varlıklarım ne kadar doğru dedi. Aynen o hisler geçirdim ki Sebe'nin bir ömrü boyu dertle vuruşu, kapışı, savaşı, çok mətin kızıydı, çok əzimliydi, mərdiydi, ne desem ona yaraşır. Sənət və şəxsiyyətin vəhdətiydi. İndi o cismən məsələsinə gəlirəm, bilirsiniz, hərdən deyirəm ki, biz elə bir özümüzə təsəlli veririk ki, məsəl üçün, şair getdi, nə yaxşı sənətli qalır, məsələn, bir müğənni getdi, nə yaxşı səs yazılar qalır. Amma müsəbbəyinlə ünsiyyətdə olan bir insan üçün bu təsəlli ola bilir. Şəxsən həmişə onun yeri çox görülür. O mənim dost dediğim bir-iki nəfərdən biriydi. Yəni, təsəlli ala bilmirəm sözümüzü, şeirlərini oxuyuram. Məsələn, gecə səhər qədər yatmışam, ondan danışmışam.
Ve bir şey var ki ben o Facebook'ta bir sayfası başlarında okudum. Benim bildiği hayattadır. Yani hakikaten bu sözler sürekli güzel şey orada mesela bir mistikalar var hayatta. Benim bildiğim yolda bir hayatta o kadar canlı göründü ben, o kadar canlı geldi. Bir de yine yazdım ki son paylaşımlarının birinde ki ben işte online olacağım. Bu da bir teselli denetim yine özümüzü belki biraz aldadar ama doğrudan da ünsiyette olan adamlar çok, ben çok gördüğüm yeri, çok boş değil ve eminim hiç vakti olmayacak. Ama ne yaptı ki yine de diyelim, ne yaptı ki seneti var. Hakikaten çok kudretli şairiydi, çok büyük şairiydi, senetkar idi. Biraz bu eyalet meselesi var da, biraz da tarihi meselesi var. En ünlü, en alkışlanmış şairlerimizden biri olabilir ama onu senetli bilenler bilir ki şans şöhretten uzaklıydı ama büyük şairiydi. Şükür ki bir şairimiz olur, var, yaşayacak senetli. Böyle bir yaptı ben çok iyi gördüm. Ruh şad olsun. Onlara ruhumuzları çok seviyorum. Kəndi deyə bilərik, artıq tanınmış deyə bilərik, şairəmiz iştirak edir. O, deməli, son xüsusilə də 5-6 il ərzində şəhidlər haqqında çoxsaylı kitablar, poemalar yazıbdır, oçerklər yazıb, bir-bir rayonlarımızı gəzib, kəndlərimizdə olub, yəni şəhid ailələri ilə görüşüb, şəhid anaları ilə görüşüb, bütün o ağırlığı, bütün o dərdi, qəmi öz ürəyinin süzgəcindən keçirərək misralara, cümlələrə çevirib, kitablara çevirib və şəhid ailələrinə böyük bir təsəlli oldu, böyük bir mənəvi təsəlli oldu. Ədəbiyyatın əsas vəzifəsi xalqın dərdi ilə yaşamaq, xalqın ruhu ilə nəfəs almaqdır və Gülamayar xanım Muradın fəaliyyəti göstərir ki, bizim ədəbiyyatımız bugün xalq qarşısında, zaman qarşısında, vətən qarşısında, insan qarşısında. Müsəbəyin xanım, öz şehidinlə Allah rəhmət eləsin deyəcəm, nur içində yatsın deyəcəm, məkanı cənnət olsun deyəcəm, amma o bizim üçün yaşayır və yaşayacaq. Yatmayan yuxuların səsi gecəni dəlir. Yatmayan yuxuların səsi gecəni dəlir. Ona görə deyirəm, gecənin dar ağacıdır, özü gecədir. Qeyb olan duyguların vaxtdan xəbər gəlir. Qeyb olan duygular. Gözlərin dil ağlayır. Özüm də biraz sayacağım. Gözlərin dil ağlayır. Özünə ağırmır. Əlinin sığalında ağırlar müdüləlir. Əminə nə qədər defter adlara çəkə bilərik, çoxdular. Mədinə Gülcə qədər hamısı çoxdular. Ancaq müsabənin xüsusi yeri var. Çünki Rəfərzanın bir misrası var. Hər olduğunun öz yeri var. Kəhkəşələr içində. Onun öz yeri vardır. Çox istedadlı xanaqdır. Mövzu rəngarəngdir. Baxıram kitabların vərəqləri manqasını. Həmişə ədəbiyyat qəzətdə, baş qəzətlərdə onun həmişə baxmışam. Düzdür, o xoşbəxt qadınlarla şair olmaq istəyirlər, o başqa mövzudur. Amma əsl şairlərin heç birisində xoşbəxt qadın görmədim. Səbəyimi mən bir neçə gündür paylaşıram, mesajlarda hamıya yazıram, gəlir hamı xoşlar olsun. O layıqlı yaşayırdı deyəndə, deyir, burada olmurdu deyək, bizim adamlar öyrənib, qorxbaq, layıqlı yaşamağa. Yəni, bu məsələdə dövmə deyilmirəm, çünki bu mənada. Burada iştirak edən dəyərli xanımlarla çıxışlarımızdan gördüm ki, onun nə qədər durdur, ürəyə yaxın şiir qələmini doğranlar. Xoşlar olsun. Mən də onun şiirini, üçgənli şiirini tanıtıyla. Üzülmə. Üzülmə, dünyanın sonu deyir ki, güneşin yerində, ayın yerində. Çox da ki, vəfası yoxdur bu ömrün, keçdiyi illərin sayı yerində. Əlində taleyin qəm bürüncəyi, sən qan darasından bezən qaçaqsan. Kimsə silah alıb çıxmır qarşına, sən özünlə qanlayacaqsan. Hisslər keçiririk ki, deməli, ölümündən sonra özünün olmadığı bir vaxtda bu qədər adam
onun xatirəsini, onun sözünü əziz tutub, onun işığına, onun xatirəsinin işığına yığışırsa, deməli bu əslində sevilməli bir haldır, kədərlənməli deyilik, sevilməliyik. Deyir, insanın özündən sonra, ölümündən sonra ən çox yaşayan hissəsi söz adlanan hissəsidir və o ki, qala söz adamı olar. Doğruluğunu deyər ki, yəni həqiqətən belədir. Şairlər Nizami Gəncəvi də vaxt elə demişdi ki, onlar Peyğəmbərlərdən sonra gələn ikinci adamlardır. Bilməm, o nə dərəcədə deyimsiniz. Şeir şəklində desək, Ərşin bülbülləridir qələm çalan şairlər. Qırığı hey səy etsə də olmaz bülbülə bənzər. O zaman ki, səyin ölümün arxası gəldi. Öncə Peyğəmbərlər, sonra şairlər gəldi. Və Nisəbəyin xanımın elə bugünkü gün ruhu şad, yeri cənnət olsun. Çox sağ olun. Bugünkü günün ikinci bir özelliği ondadır ki, məhz Mart ayının 6-sında Nisə dünyaya gəlmişdir. Nisəbəyin dünyaya gəlmişdir. Baxın, hər bir insan Anadolu'da deyirlər, insan öz adı ilə yaşayar. Burada biz tələbə yoldaşlarımız Gülər, Ceyran, Xanım, Sevda, Sabirabaddan Əziz gəlir. Və digərləri hamısı bura qatılıblar, bilin. Onlar bizdə qrupda yazırlar ki, uzaq yoldadılar, Qusarda, Qazaxda, Şəmkirdə və s. Ancaq onların ürəkləri buradadır. Və hər birinin Nisə haqqında fikirləri var. Çünki Əsəd mənim çox gözəl qeyd elədi. Tələbə yoldaşları axı tələbəli illərinin ən şirin çağlarını birgə keçirənlərdir, birgə gülüb, söhbətləyən danışanlardır və o günün xatirələri heç zaman unudulmur, yaddan çıxmır. Və Nisəbəyin özəlliyi var idi, xüsusi. Özünə qapanan bir qız kimi. Nazik şimal bir qız idi, qara qalın saçları var idi və həmişə belə süzgün baxışlarla bizi süzərdi, danışardı. Həmişə nəsə biz yığışanda, biz APİ-nin 86-cı qrupun tələbələriyik və biz bu söhbətləri biz tələbə yoldaşlar bir yerdə eləyəndə sağ olsun Sevda, o danışmaq istəmədi, onun ən yaxın rəfiqəsi Sevda olub. Sevda Rüstəmova bədii qiraətçidir. Bugün də sosial şəbəkələrdə bizim hər birimizin Nisəbəyin haqqında fikirlərimizi öyrəndi və kiçik bir video çarx hazırladı və onu artıq sosial şəbəkələrdə görə bilərsiniz. Hər birimiz ürək sözlərimizi söylədi, Nisə ilə bağlı. Baxın adı Nisəbəyin, bayaq çox gözəl çıxışlar oldu. Həqiqətən də arqa bəyim, banu, xatun, xanım, xatun, Azərbaycan xanımlarına xas olan ən gözəl deyimlər, kəlamlar Nisəbəyin adında var. Bu da çox şey deyir. Baharın gəlişi də Nisəbəyimə sanki elə bahar öz gəlişi ilə anadan olan bu qıza böyük bir sevgi bəxş elədi. Vətənə sevgi, torpağa sevgi, insanlara sevgi, ailəyə sevgi. Yəni bu Nisəbəyimin uşaqlıqdan anadan olanda onun ruhuna süzülmüşdü baharın gəlişi. Digər bir halda biz xatırlayırıq tələbəli illərimizin o çağlarını ki, biz o vaxt APİ Pedaqoji İnstitut deyildi, sonradan universitet adlandı və onun həmişə biz seminarlardan çıxanda, mühazirələrdən çıxanda dəhlizlərdə tələbələr həmişə deyib gülüb danışırlar. Tələbə illəri yəqin hər biriniz xatırlayırsınız. Və orada bizim ən çox yığışdığımız bir yer var idi. Orada biz biletlərdən danışardıq. 30 bileti çəkəndə onun hansı çətin idi, hansı asan idi. Və bir təhlil edərdik. Nisəbəyim kənarda durub bizim danışdığımıza qulaq asanda bir dəfə Nisəbəyim, sən dinləyirsən, fikrini söylə, hansı biletdə, hansı, nə danışmaq olar. O deyir, mən sizə ancaq dinləyirəm, ancaq mənim öz daxili dünyam var. O söz mənim yadımdadır. Yəni, Nisəbəyim öz dünyasına qapanan bir qız idi. Öz dünyası ilə danışan və o dünyası ilə danışaraq sanki gələcəkdə öz sinəsində olan, beyninə keçdiyi hissləri vərəqlərə köçürəcək, kitablar yazacaq. Yerə, göyə, Tanrıya bir şikayət edəcək, çərq-pələyə bir üsyan edəcək. Sanki bu dünyanı mənə demə, belə bir fikirlər söyləyəcək. Bunların hamısını isə axırda miraj olduğunu, yəni xəyal olduğunu düşünəcək. Mən çox sevindim, çox dinlədim gözəl Firuzə xanımın gözəl çıxışını, Yusif müəllim.
Əsəd bəy nə gözəl şeir söylədiniz. Vallahi həm kövrəldik, həm də qürur hissi keçdik o şeirin təsirindən. Hər birinizin çıxışı bizim üçün elə təsirləndik ki, düşündük ki, onun sətirlərin, sizin sözlərinizin hikmətini İsa bəyim yaşadı. Onun öz şeirlərin arxasında özü yaşadı. Ancaq sizlər bugün onu yaşatdınız, qəlbinizdə yaşatdınız. Və bugün onun ruhu, bax bu kiçik otaqda gəzir, hər birimizi görür. Biz Nisə bəyim haqqında çox şeylər deyə bilər, ancaq vaxt almaq istəməzdim, çünki hər kəsin ürək sözləri var. Ancaq onu deyə bilərəm ki, Nisə bəyim, ruhun şad olsun, yerin məkanı cənnət olsun. Vaxt azca istər bir şeirini ev yoxdur, qalsın. Əsas odur ki, çox sağ olun ki... Şeiri video çarxda qulaq asarıq. Çox sağ olun, gözəl çıxışınızı. Sağ olun, minnətdarım. Qardaşım orada münasib bir Səbəb bizim Turan yoldaşımız olur. Və danışmanda xas aydınlar səbəbi xoşbəxt olmaq. Şehir market dünyaya burada gösteren insan muhtemelen dünyaya muhtemelen bu dünyada yaşamanız mı olmaya başladınız? Eğer şerefli yaşayıpsa, mesela yaranı koyup gelipse, yani dünyada kalmalı mı? Mesela olacaklar hoşbəxt olsun. Mesela ben birliğinden de küçüklüğünden polisi olursa, mesela küçük değil. Dertleri üzerinde yok, öz cemiyeti dertlerden tutanma arzular var. Severim keder aşkı değil, severim keder olan adam. O yaşlar. Biz dördü bir yerde olmuş, ondan sonra da ağırdan bir yerde bir sırada ayrılmış. Yaxşı ayrılmış. Yaxşı vətəndaş. Onun nəsilini okuyanlar, yəqinlər azı buralarda olmuş. Hamısına bərabər o, bəzi sırlarından görə bizə bəy həm də bir alim təfəkkürüyle yazılar, nəsimdəki hatta topraqlar, maşlarlar, hastanelerden müxtəlif şeyler var. Ben dilə devlet təbliğçilərlə birlikdə çıxardan kimi bu mənada deyirəm, sizlərə də sevəyim. Allah'ınız. Biz anlaşılmaz. Yəni, səbəb bu cəhətdən mükəmməl adam. Yəni, belə havadan oturan əsas olmalarla yazma farkında hər şey şailədir, şailədir. Amma mən də əsl nazirəm. Mən də əsl Azərbaycanlıyım. Onun o Azərbaycan tarixinə yazılı romanında o elə Azərbaycanın gördüyü ki, bizim bir çox şairlərimiz, simalarımız, babası yazarlarımız çalışıb, səbəb bunların üzərindəsində o da öz fikri, öz çapasını göstərir. Tam o romanda çəkmiş olur. Mən səbəbi yaxşı bir insan kimi, sənin bir dost kimi, yaxşı tanısı kimi, ötəş qardaşın bacısı kimi, yaxşı övlad kimi, anasını sevən qız kimi. Məncəldən belə var. Tanıyıram, yazıda qalıb, yazımıza da qalacaqsa, mən 5 dərs cismani festival həmişə bizim yanımızdadır. Təsəvvür ki, hamımızın təsəvvürlər. Nə qədər biz yaşayırıq, yaşayacaq. Bizdən sonra da nəsillərimiz də yaşayır. Allah onu şad eləsə, yaşayacaq. Ailəsinə, özünə, qardaşlarına da həmişələ baş dağılır. Təşəkkür ederim. Başkan Səyidə müəllim. Salam günü sizin kitabların qarşısında bir daha görüp sizi salamlayıram. Sizə minnətdarlığımızı verirəm. Yansılar Birliği'nin binası bizim için dediğimiz gibi doğmalı ve evvelki gündən səbəblə bura daxil olanda böyle 2-3 xatirəni danışır. Birincisi, Allah rəhmət edin, Fikrət Sadıqın otağına girdik. Fikrət Sadıqın otağına girəndə dedi ki, kızım, Savrabat'tan gelmişsən, dedi ki, bəli. Dedi, bəli yer görməyim, Savrabatlara, şair, şeir. Sən deyirəm, mən görməsin, kimsən, sənsin. Biz zorladık, anam Zərrablıdır, Həsən və Zərrablının qolundan gəlir. Ata tərəfində Sabirdir, Şamakda. Dedi, onda Savrabat'tan qarın deyim səndir, tanıyan bilirsən. Dedi, deyil. Dedi, Ruqiyyə müəllimi var orada. Savrabat'dan
məktəbdə dərs deyil, bizim qoğumdur. Hala biz tanımırsan onu. Dedi, yox, mən tanımıram, biz sadəcə çox yaxın o, bir-birimdir. Beləsini deyəndə, deyir ki, qızım, səhər o qapı açın. Bilməm belə nə vaxtı gəlsin, gəlirsən bura. Mən onunla hər dəfə gələndə, burada ancaq doğmanı hiss elədim. Sağ olun, siz daim o yanında olmuşsunuz. Mən Arifə xanımın haqqında demək istəmirəm. O elə evdən hazırlaşanda az qalır ki, çaşqalı. Və hər il ən yaxşı şairliyə, ən uğurlu şairliyə təqdim edilsin. Anam Vəli də mənim rəyimdən razılaşdı. İndi mən əminəm ki, bir daha bunun yadına salsaq, bir daha xatırlatsaq, belə bir işin deməli, əsasını qoymaq olar və bu Nisəbəyimin ruhu qarşısında, xatirəsi qarşısında bizim ən böyük xidmətlərimizdən birini olar. Çünki onun adı artıq gənc nəsillərin də yaddaşında əbədi yaşayar. İndi mən amma bu məclisimizi kədərli notlar üstündə, qəmli notlar üstündə tamamlamaq istəmirəm. İstəyirəm ki, əhaliyyəmiz şən olsun. Çünki Nisəbəyin özü də razı olmazdı ki, biz onun bu gözəl məclisindən kədərli hisslərlə ayrılaq. O bunu